Səfirliyi və Azərbaycan Xarici İşlər Nazirliyi İlham Əliyevə çatdırdılar. İran Səfirliyi və İranın Xarici İşlər Nazirliyi İlham Əliyevə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, İlham Əliyev Azərbaycan xalqına təzyiqləri dayandırmalıdır. Xüsusilə şiələrə və sərhədləri açmalıdır. Hazırda heç bir əsası olmadan dövlət sərhədlərinin bağlı olması 5 ildir davam edir. Heç bir əsas olmadan dövlət sərhədlərinin bağlı olması hər iki dövlətin maraqlarına ziddir. Rusiya, Gürcüstan və Türkiyə ilə qismən də olsa pulunu verib sərhəddən keçib gəlmək olur. Amma istər Naxçıvan istərsə də biz tərəf tamamilə sərhəd bağlıdır, çöp də keçə bilmir. Ancaq tırlar dövlət səviyyəli monopolistlərin tırları keçir. İlham Əliyevə, hakim aliyə bağlı tırlar. İran da bilir ki, İlham Əliyev sərhədləri İrana görə, İrandan gələ biləcək təhlükəyə görə bağlayıb. İranın bu xəbərdarlığına Azərbaycan hakimiyyəti hələ mövqeyi bildirməyibdir. Lakin bu barədə hələ də İranın ali dili lideri, rəhbəri Xameneyi hansısa fikir səsləndirməyibdir. Bu həftənin cümə günü, cümə namazında onun bu məsələyə toxunacağı gözlənilir. Əgər o da bu məsələyə toxunub mövqeyini açıq elan edərsə, Əliyev dərhal sərhədləri açmalı olacaq, yoxsa Əliyevi minərlər. Biz Azərbaycanın sərhədlərini açması ilə bağlı qərarı gözləyirik. İran tərəfi Əli Xameneyi qatızdırdı, soxdu İlhama. 6 ilə yaxında ölkənin sərhədləri bağlıdır. Əgər İranın dini lideri Əli Xameneyi sərhədlər var, İran sərhədlərini açdıracaqsa, demək olar ki, o açıq kimidir, ya da onlar da açılacaq. Bütün Azərbaycan xalqı İranın rəhbərliyini sevəcək. Bəlkə yalan deyirəm. Hamısı olmasa 90% sevəcək. Çünki hamının xəstəsi var, əzizi var, yaralısı var, dərmanı var, ərzaqı var. Sərhəd açıq olmalıdır. İranda xəstəni, dərmanı qəpik quruş almaq olur. Amma Azərbaycanda öhdəsindən gəlmək olur. Yəni Azərbaycan xalqı Əliyevdən tərəfindən soyqırıma məruz qalır. Bizi bu soyqırımdan İranın dini lideri xilas eləyəcəksə, əlbəttə ki, Azərbaycan xalqı nəinki talışır, nəinki ləzgisi, dövlətli Azərbaycan xalqı İran rejiminə sevgisi 1-ə 1000 artacaq. Bunu açıq deyirəm. Düz deyirəmsə yazın düz, səhv deyirəmsə yazın səhv. Bir neçə gündür Lukashenko yoxa çıxıb. Onunla paralel Mehriban Əliyeva da bir ayda ortalıqda yoxdur. Xanım Mehriban Əliyeva sonuncu dəfə 8 noyabrda paradda göründü, zəfər paradında. Amma ən böyük zəfər İlham Əliyevin rədd olması günü olacaq. 8 noyabr paradda görünüb, Mehriban Əliyeva daha sonra Türkiyəyə gedib Babasildən əməliyyat olub. 10 gün əməliyyat prosesi, Banisada olma, ev istirahəti 10 gün Türkiyədə olubdur. 10 gündən sonra Bakıya gəlibdir. Lakin Mehriban Əliyeva yenə də ortalıqda yoxdur. Hakim ailəyə yaxın olan adamlar bildirir ki, Mehriban Əliyeva bir neçə gün öncə Rusiyaya, oradan da Belarusiyaya gedib. Orada Lukashenko ilə birlikdə təyyarəyə minib. Lukashenko ilə Omman'a gedib. Lukashenko Omman'da tədbirdə iştirak edəndən sonra Mehriban Əliyeva ilə birlikdə Dubaya getməli idi. Lakin onlar hər ikisi ortalıqda yoxdur. Lukashenko'nun təyyarəsi ümumiyyətlə Omman'a eniş etməyib. Allah. Deməli, Lukashenko ilə maraqlı Lukashenko olduğu üçün Mehriban Əliyeva Babasilini düzəltdirib də götüzdürüb. Böyük ehtimalla Lukashenko Omman'dakı tədbirin başını buraxıb Mehribanla birbaşa Dubaya gedib. Lukashenko'nun da Dubaydakı Palma adalarında villası var. Hal-hazırda villada xoruz toyunu hindən nanay. Lukashenko Mehribanı Dubayda nanay. Yəni davasını özünüz düşünün. Mən bu qədər də tərbiyəmi pozan varam Lukashenko'ya, Mehribana görə. Bu qədər də çılpaq danışan varam. Bizim bəlli bir leksikonumuz var. Biz özümüzü İlham Əliyevin, onun götərləyən məmurlarının səviyyəsinə sala bilmərik. Biz hər kəsi adınla çağırırıq. Qabilə bağlı güclər xəbər verir ki, Lukashenko Mehriban Əliyeva ilə bir yerdə qaçıbdır. Baxın dostlar, baxın. Xaricə səfərə gedən Belarus prezidenti yoxa çıxdı. Ama trollərin anasını qaçırdıq. Lukashenko dəhşətli xəbərdir, sır xəbər yox, elə bir sarabat eləyir. Elə bir sarabat. Dünya silkələrini 5 gündür prezident yoxdur. Təyyarə Omman'a inməlidir, Omman'a. Təyyarə Omman'a inməyibdir. Bir günlük səfər olmalıydı, Omman'a görüş keçirmədi, neynəmədi. Ümumiyyətcə Omman'a təyyarə inməyibdir, prezident yoxdur. Mənim aldığım informasiyaya görə Lukashenko Mehriban Əliyeva ilə qaçırdı. İki ölkə arasında mehribançılıq olacaq İlham Əliyevi peysərə verərək. Yoxsa silahlı qarşıdurma olacaq. Gürcistanı tapdalayıb İlham Əliyev arvadının heyfini çıxmaq üçün Lukashenko'nun üstünə cumacaq mı, cummayacaq mı, bu yaşayaraq görərik.